İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması ilə müjdələyən Novruz bayramı münasibəti ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində Novruz şənliyi keçirilib. Bayram tədbirində qonaqlarla yanaşı qəsəbə sakinləri sevimli anlar yaşayıb. Əvvəlcə Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək qəsəbəsi üzrə icra nümayəndəsi Böyükağa Həsənov çıxış edərək hər kəsi Novruz bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bugünə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Daha sonra digər çıxış edənlər isə bayram münasibəti ilə sakinlərə ən xoş arzularını çatdırdılar. Vurğuladılar ki, Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır. Torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır. Gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Çıxışlar bitdikdən sonra bayram tonqalı qalandı. Qəsəbə sakinləri bayram tonqalı ətrafında dövrə vurub yallı getdilər. Qəsəbə sakinləri onlar üçün təşkil olunan şirniyyatlardan dadıb bayramlarını qeyd etdilər. Gültəkin Əliyeva, Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.